Deməli, ekran paylaşıram. Başlayaq. Ən son biz hansı mövzuda qalmışıq mənlər? Kompüter şəbəkələrində. Testlərini vermişdim sizə. Yersiz müəllim, Ziba mənimlə işləmişik, amma çox suda, yəni başa düşmədilərimiz çox. Okey, tamam. Canlı baxaq. Şəbəkəyə baxaq. Deməli, şəbəkəni açıq. Mən sizə E-Level izah eləməliyəm. Bugün onda onu izahlayıram. E-Level diaqramı, çünki burada baxdığım sorğular var. Əslində, riyazi məntiqdə də var o E-Level diaqramı. Burada da var. Burada internet şəbəkələrindədir, problem deyil. Onların sizə izahını verəcəm. Hamısını başa düşəcəksiniz, narahat olunacaqdan. Bir dənə götürüm, bunu da açım. Aha. Deyin gəlsin, 12.1-dən. Kimin nə sualı var desin. 12.1. Mən də 12.2-dən qalıb. Burada məndə çap bölməsi açılmır deyə səsə deyirəm, yəni səslə. Tamam, 12.1-dən. Kimin nəsə var müəllimlər? 12.1. Yoxdur. 12.1-də yoxdursa 12.2-dən deyin gəlsin. İnternet şəbəkələrindən. Mən 52. Sağ olun müəllim, necəsiz? Sağ olun, siz necəsiz? Çox sağ olun. 12.1-də mən də sağ olun müəllim mesaj bölməsinə yazmışam. 12.1-də yoxdur, baxaq. Azadın. Sağalmışsınız siz, Aytəç mənə. Aha, sağalmışam. Allah. 27-ci sual. 27. Müəyyən bir məlumatı, müəyyən bir model 24 saniyə ötürür. Okey. Bu məlumatdan 4 dəfə daha böyük məlumatı, 3 dəfə daha sürətli model vasitəsilə. Aytəç müəllimə, mikrofon açıqdır. Mikrofon açın bir dənə. Bəli, açıqdır. Hə. Bir mənə deyin görün. Müəyyən bir model məlumatı müəyyən bir model 24 saniyə ötürür. Bu nə deməkdir mənə? Hə? Aha. Mən belə izah edə bilmirəm fikrimlə. Yox, biz söhbət edirik. Burada dərs keçmirsiniz mənə. Sadəcə söhbət edirik. Deyir ki, müəyyən bir məlumatı, müəyyən bir model 24 saniyə ötürür. Bax, məsələn, mən deyirəm ki, mən müəyyən bir yemək var, o yeməyi 10 saniyə yeyirəm. Mən burada nəyi tapa bilərəm? Tapa bilərəm ki, bu yeməyin miqdarı nə qədərdir, düzdür? Yəni, məndə məsəl üçün müəyyən bir model 24 saniyəyə müəyyən bir məlumat ötürürsə, demək ki, bu müəyyən bir məlumatın ölçüsü var da, məsəl üçün x kilobaytdır bu. Bu neçə saniyə ötürür? 24 saniyə. 24 saniyə ötürür. Aydındır, yəni bu müəyyən bir məlumatdır, bilmirəm bunun həcminə görə. Sonra deyir ki, bu məlumatdan 4 dəfə daha böyük məlumatdır. Yəni, bu x neçə dəfə artıb? 4 dəfə. Bu məlumatdan 4 dəfə daha böyük məlumatı 3 dəfə daha sürətli model vasitəsilə. Yəni, bayaq 24 saniyə ötürürsə, indi 3 dəfə daha sürətli model olacaqsa, neçə saniyə ötürəcək? 72. Yox, daha sürətli. Artıq Sürət artanda zaman azalır. 3 dəfə azalacaq. 3'te 4. Necə? 3'te 4'ü vuracaq 24'e. 24'de sürətə var. 24 bölü 3, 32. Bəli. Aydındır müəllimə. Yəni, burada 24'ü böləcəm nəyə? 3'ə ya da birbaşa elə tənasüblə vura bilərəm. İxtisar getsə, olacaq 8-32. Aydındır? Başa düşdüm. 42'ye də baxarsınız, zəhmət olmaz. Baxın da. 42-ci sual. Görək 42-dən nə istəyir bizdən? 42-yə qədər başqa yazan yoxdur? Yoxdur. 4
Modem məlumatları saniyədə 7680 bit sürətində ötürür. Mətn faylının ötürülməsi 1.5 dəqiqə çəkdi. Bu məlumat Unicode əlifbasında olub bilinərsə və hər səhifədə 400 simvol varsa, ötürülən mətnin neçə səhifədə ibarət olur müəyyənləşdir. İndi yenə, Aytacan, açın mikrofonu. Və burada deyir ki, modem məlumatları 1 saniyədə 7680 bit sürətində ötürür. Bu aydındır sizə? Bəli. Yəni 1 saniyədə bu qədər məlumat ötürür modem. Evdəki modemimiz var ya, məsəl üçün o, sürəti bu dəqiqə 1 saniyədə 7680 bit. Bu okeydir. Deyir, mətn faylının ötürülməsi 1.5 dəqiqə çəkdi. Bu nə deməkdir? Yəni bunun həcmi nə qədərdirsə, bunu ötürməyə nə qədər vaxt gedir? 1.5 dəqiqə. İndi siz mənə deyin görün. Mən burada fayl həcmi tapa bilərəm. Bəli. Yazaram ki, 1 saniyədə 7680-nə bitdirsə, bəs bu dəqiqəyə nə qədər? Ay, sağ ol. 1.5 dəqiqə neçə saniyədir? 90. 90-dır. 60 dəqiqə düz. 60 saniyə, 90 saniyə. Bunda x-dir. X bərabər 7680 vur 90 bit. Hələ heç nəyə çevirmirəm, çünki hələ bilmirəm. Yavaş-yavaş oxudusu görsəm. Deyir ki, bu məlumat Unicode əlifbasında olduğu bilinərsə. Mən burada nəyi tapdım, Aytaç müəllimə? Həcmi. Faylın həcmidir, düzdür? Okey. Deyək bu məlumat Unicode əlifbasında olduğu bilinərsə və hər səhifədə 400 simvol varsa, ötürülən mətnin neçə səhifədə ibarət olub tapın. Heç nə, sətr vur simvol məsələsi kimidir. 400 simvol var. Unicode deyirsə neçəyə vuracaq? 2-yə. 16-ya. Əhsən, 2-yə. Bu biti bayta çevirərəm. Daha rahat olsun deyə. 2-yə. Ötürülən mətnin neçə səhifədə ibarət? Səhifəyə yazıram x bərabər 7680 vur 90 böl 8. 8-ə niyə bölürəm? Bayta çevirmək. Qutardı, getdi. Bu artıq qalır sizə. Burada neçə tapırsın? Tapa da bilərik. Mən belə eləmişdim, amma cavabı ola bilməm. Gəlin vuraq görək, düz alırıq. Böl 8. Aha. Bununla bölürəm, deməli, 800-ə. 108. C variantı. Cavab C-dən Yəqin ki, bir də Sənin. Bizdə 108 aldı. Olar, problem deyil. Əsas oldu, belə gəlmiş. Sonra? Birdə sualım yoxdur. Kesin yanında 2-yə. Bu gün hıçqıraq öldürür. Düşünün ki, gün ərzində 3-cü dəfə də hıçqıraq çıxır. Məni bu dəqiqə təzdən başladı. Maraqlı nədir? Aha. Deyin yazın. 12.2-də. Mən 52-yə baxardı da zəhmət olmasa. Yəni gedişi bilirəm. 52 qədər var. 52-yə qədər. 50-yə baxdım. Neçə? 50. 50-yə qədər. 50-yə qədər kimdə var? 50. Görək 50 nə istəyir bizdən. Aha. Text.com serverində yerləşən http.net faylinə müraciət FTP protokolu vasitəsilə həyata keçirilir. Aşağıdakı cədvəllə faylın ünvanı fraqmenti A-dan G-yə qədər işarələnmişdir. Həmin faylın ünvanı göstərin hərflərin ardıcıllığını yazın. Baxın, bunun bir ardıcılığı var. Göstərirlər. Birinci yer protokol, sonra 2 nöqtə, əyri xətlər, sonra server və ya sayt, bir dənə əyri xət, drop yəni və fayl. Mütləq bu ardıcılıqla gedir. İndi, burada protokol nə yazılır? FTP. Deməli, birinci FTP gəlsin. FTP. Sonra, bir deyək ya, yoldaşım, sol səhvdir. Niyə səhvdir? Bunun cədvəli verilməyib. Laf deyək ki, cədvəli verilsəydi, necə olacaq? Bu normalda cədvəli verilir. Görün, elə bir sual var burada. Deyək ya.
Yoxdur. Bizim test matematikimizdə var idi bu türlü suallar. Gözünü göstərir. Orada normalda cədvəl verilməlidir. O sual elə bu sual. Ve bu. Text.org serverində yerləşən ftp.net fayına müraciət HTTP protokol vasitəsilə keçilir. Aşağıdakı cədvəldə faylın ünvanı fraqmenti A-dan G-yə qədər işarələnmişdir. Həmin faylın ünvanını göstərən hərflərin ardıcıllığını yazın. Bax budur. Protokol versiya HTTP-dir. HTTP hansı hərfdə? C hərfində. Birinci gəlir C. Sonra 2 nöqtə ayrı xətt gəlir. Bayaq dediyim. Baxın. Görürsünüz? Yəni A. Sonra server gəlir. Text.org. Text, yəni ki. .org D. Sonra bax, getdi. Bir dənə qaldı fayl. ftp.net və bir ayrı xətt. İndi gəlməlidir ayrı xətt. Fayldan əvvəl. ftp.net fayl. B, Y. Su. Cavabı R var. Yəni bunun ən yaxşı, rahat tapma yolu siz nədir? Biz nə dedik? Dedik həmişə axırda nə olur? Fayl. Faylımızın adı nədir? ftp.net. ftp B-dədir, .net Y-dədir. Axırı B-yə ilə bir təni götürəcəm. Cavab olur Y. Diyəcəksiniz, mənim bəlkə bütün variantlarda axırı B-yə ilə bitir. Onda üçün əvvələ baxacaqsınız. Yəni, zaten əvvələ baxsanız, tutacaqsınız fərqi. İndi mənim buradan cədvəl kimi verilibdir, amma məsələn, burada səhvdir bu sual. Deyil atan. Bu səhvdir, səhv düşür. Cədvəl düşmür burada. Normal cədvəl olmalı. Sonra Mənim 52. 52. Mən sizə gəlin Eylerven diaqramını öyrətim. Dəqiqə. Hıçqırıq kəsmənin yollarını bilirsiniz mənim başımda. Danışır bilmirəm. Yox, mənim 12. Müəllim, deyir 7 qurtum o çaydan içəndə kəsir. İnansız, mən həyatımda neçə illər buna çıxıram. Bu gün 3-cü dəfədir mənim şey danışır bilmirəm. 7 qurtum biləndən sonra kəsir. 7-ci dəfə. İçdikcə çayın 7 dəfə. Maraqlıdır. Niyə 27? Deməli, Eylerven diaqramı PDF-i tapın. Hazır üstüne hal olmuş var. Bak. Mənimlər, bu Eylerven diaqramı, məncə tanıyırsınız bunu çoxunu. Çünki riyaziyyatda da var, fizikada da var, hətta tarixdə də var, Azərbaycan dilində də var. Yəni bu diaqramın olmadığı yer yoxdur. Necə? Azərbaycan dilində də var. Bəli, bunun olmadığı yer qalmır. Eylerven diaqramını. Sadəcə olaraq məntiqi ifadələri bilmək lazımdır ki, hansı ifadə neydir? Gəlin baxaq. Deməli, deyir ki, aşağıdakı cədvələ əsasən A-nı tapın. İndi mən qələm götürüm, baxın. Bizə nə verir? Biz baxırıq ki, bizim burada 2 dənə dəyişənimiz var. A dəyişəni, B dəyişəni. Götürüb bir dənə dairə çəkirik. Deyiləm. İki dənə dairə çəkirik. Deyəcəksiniz, müəllim, hardan bilirik ki, bu dairələr iç-içə keçməli, bu şadıq saraylarının yüzüklər olur, onlar kimi. Əgər A and B görəriksə, mütləq bunlar kəsişir. Amma qabağında rəqəm olmalıdır. Yəni A and B 0 yazırsa yox, o demək ki, kəsişmir.
A and B qalanında rəqəm varsa, demək ki, bu kəsişir. İndi burada bu hissə var, bu hissə var, bu hissə var. Mən nə biləcəm, hansı hissədir? Bunu bilmək üçün artıq bu üsullara baxmaq lazım. Yadda saxlayın, A and B bu hissədir. Yəni, ikisində ortaq olanlar. Yadda gəlir, mən verilənlər bazası keçəndə sizə test izahlarında dedim, and olarsa eynilər götürürük, or olarsa birləşdiririk. Bax, oradakı and, buradakı anddir. Əslində, o da çoxluqların kəsişməsidir. Aha. Oradakı and da buradakı anddir. A and B 80 deyirsə, ikisinin ortaq olduğu yer var buradır. Məsələn, deyək ki, bunun içində 7 var, 4 var, 5 var, 8 var, 9 var. B-nin içində 1 var, 3 var, 4 var, 7 var, 9 var, 12 var. Bax, bura nə yazılır bu orta hissəyə? Ancaq ortaq olanlar, yəni 4, 7, 5. yox, 9. Bu 9-dur, mən sadəcə 5 oxşatmışam. 9. Bax, bu ortaq olanlar. Bəs bura nədir? Bura yalnız A-da qalanlar. Yəni 8, 5, 8. Bu da ancaq B-də qalanlar. 1, 3, 12. Aydındır? Bax, bu Euler-Venn diaqramıdır. Ortaya eyni olanları, bura ancaq A-da olanları, bura ancaq B-də olanları. Bunun hamısını toplamaq ordur. Or olanda buranı da götürürük, buranı da götürürük, buranı da götürürük. Ən sadə izahı bunun budur. Gəlin, bu testdən əsərən həll edək, baxaq. Deməli, burada bizə deyir ki, aha. Burada bizə deyir ki, A and B 80. Deməli, bura 80. B neçədir? 100. Bax, 100 müəllimlər. Bunun hamısıdır. Mən indi buranı tapmalıyam. Buranı tapmaq üçün eləyəcəm. B-dən çıxacağım, B ilə A-nın kəsişməsini. Çünki bu B-nin içindəki 100-də, bax, burada var. Yenə deyirəm, B burada aiddir axı, bax, belə. Mən indi bu hissəni götürməyim üçün, bayaq necə elədim? A ilə ortaq olmayanları buraya yazdım. İndi A ilə ortaq olan 80-dirsə, B 100-dürsə, 100-dən 80 çıxaran burada neçə qalar? 20. Deməli, bura nəyə bərabərdir? B çıx, A and B-yə bərabərdir. Bax, buna bərabərdir. B çıx, A and B nə verir bizə? Bax, bura verir. Bu 20-ni. Bu kəsişmə işarəsidir. Bu birləşmədir, bu kəsişmədir. Çoxluqlarını reysetdən keçmişsiniz. Sonra, mənə nə verir? Deyir, A or B nə verir? 150. Yəni, bura, hamısı cəmi neçədir? 150. Onu hələ yazmıram. Məndən nə istəyir? Məndən A-nı istəyir. A da bax, bura. Hamısı bir yerdə. İndi mənlər, ən baxıram ki, məndə bunun hamısı var. Bura var. Bax, bura yoxdur. Mən A-ya bir X desəm, bura nə olacaq? X çıx 80 olacaq. Düzdür? Çünki mən A-nın qiymətindən 80 çıxsa, mənə bura verəcək. Necə ki, B 100 idi. 100-dən A and B-ni çıxandan mənə buranı verdi, 20-ni. Burada A da X-dirsə, X-dən 80 çıxanda mənə verək buranı. Və bunların hamısını toplayaram, bərabər eləyərəm ora, X-i taparam. X çıx 80, üstə gəl 80, üstə gəl 20, bərabər 150. Qutardı 7, 80-lər getdi. 20 ora keçən neçə edir? 9. X bərabər 130. Cavab olur C var. Kimsə sualı varsa versin. Bu qayda ilə asandır mənim. Yəni, nobrisinə baxaq. 2-yə. Burada çoxlu suallar var. Onların üzərinizi ayrıca başa düşəcəksiniz. Bax. Mənə deyir ki, cədvələ əsasən A-nı tapın.
İndi bilmirəm cədvəlimdə nə var, diaqramın nə olduğunu bilmirəm. Buradan baxacaq. Mənə deyir A əlifbə 70-lik. Tutur söhbəti. 2 dənə dairəm var. Cəmb eləyək də. Kəsişməsi 70. Cəmb eləyək. Burada çəkək dairəni. Aha. 2 dairəm var. Bunların kəsişməsi 70 dairəmdir. Və mənə deyir ki, B 150-dir. Aha. Bunu edirik. Hə. Bununla qalır deyilən. Hə. 70. Bunu silim bir dənə. Hə. Kəsişmə 70. B 150'dir. Bu A'dır. Bu B. B bərabərdir 150. Mənə deyir ki, not A and B. Deyir, A'nın not A olmasın. B ilə kəsişmələr. Sizcə məndən buranı istəyir, yoxsa buranı? Ani. Ani istəmir. Deyir, A olmasın, B-ni ver. Demək məndən haranı istəyir? Buranı not edir, istəmir. Demək məndən bax buranı istəyir. Düzdür? Deyir, A olmasın, B-ni ver. A da ancaq haradadır B-nin içində? Bax buradadır. Deməli, mən bu 150-də bir 70-i çıxsam, mənə verəcək buranı. Bu da 180. Düşür? Cavab olur B var. Görürsünüz, rahat sual olur. Hamı aydındır? Mən bir dənə bizim o kaderada 52-ni o tipdə eləyəyim. Səbirli olun da mənim, səbirli olun. Hələ bir gəlim ora çatın. Görürsünüz, fərqli tiplər var burada. Yine baxaq uçaq. İndi deyir ki, aşağıdakı cədvələ əsasən nəticəni tapın. Gəncə Bakı Sumqayıt. Deyir, Gəncə ilə Sumqayıtın kəsişməsi 21-dir. Gəl beləyək də. 3 dənə mənim, hələ bu dairəni boş verin, güya bu dairə yoxdur. Mən bilmirəm, dairə nə çəkəcəm, necə baxıram? Baxıram ki, görüm hansından kəsişir. Bax, Gəncə Sumqayıtın kəsişir 21-dir, amma Bakı Sumqayıtın kəsişmir. Yəni, eləməliyəm ki, Bakı ilə Sumqayıt iç-içə keçməsin. Onu mən neyəyərəm? Bakını bura verərəm, Gəncəni bura verərəm, Sumqayıtı bura. Fikir verirəm ki, Gəncə ilə Sumqayıt kəsişir, Gəncə ilə Bakı kəsişir ki, onu soruşur, Bakı ilə Sumqayıt kəsişmir. Okey, bunu bildim. Mənə deyildi. Mənə deyir ki, Gəncə ilə Sumqayıtın kəsişməsi 21-dir. Bax, bura 21-dir. Okey. Deyir, Bakı ən Sumqayıt 0-dır, bu et. Gəncə or, Bakı or, Sumqayıt. Yəni, bunların hamısını, buranı toplayanda 151 verir. Bu da aydındır. İndi, bu 21. Gəlin buna tapaq. Mənə Sumqayıt neçə verir? 32. Buna tapa bilərəm da. Ne deyərəm? 32-dən çıxaram 21-i. Necə? 11. 11. Hə, 32 deyirəm, 31. Bax, bura 11. 11 tapdı bura. Sonra, məndən buranı istəyir. Bax, bu hissəni istəyir. İndi, Gəncəni tapa bilərəmmi? Tapa bilərəm. Necə? Gəncə dediyim, bax, buranı. Mənə deyir ki, Gəncə 107-dir. Gəncənin içində bu dəqiqə məndə nə var? X var, 21 var, bura var. Görün, başqa hara tapa biləm. Bakı neçə verir? 59. Bakı 59 verirsə, deməli, bura olacaq 59 çıx X. Düzdür? Sonra, məndə yerdə nə qaldı? Bu getdi. Bax, Bakı getdi. Sumqayıt getdi. Bakı ən Sumqayıt getdi. Gəncə ən Sumqayıt getdi. Gəncə qaldı 107. 107 bu üçünün cəmidirsə, bu Gəncənin içində. 107-dən 21-i çıxaram. 107-dən 21 çıxan neçə eləyir? 86. Düzdür? İndi, burada x-dirsə, deməli, bura neçə olacaq? 86 çıx x. Düzdür müəllimlər? Hamı aydındır? 86 çıx x-i harada aldım? Bax, buranın, bu üçünün cəmi 107-dir. Mənə zaten bu 21-i verir. 107-dən 21 çıxanda qalır 86.
Bu x-dir. Deməli, burada olacaq 86 çıxı x-də. Düzdür? Vəsə, indi bunun cəmi neçədir? 151. 150 qoyub x-i tapacaq. Qutardı 7. 59 yazıram. 59 çıx x. Üstə gəl x. Üstə gəl 86 çıx x. Üstə gəl 21. Üstə gəl 11. Bərabər 151-ə. Mənfi x, müsbət x getdi. Gəl kalkulasiyanı təsiz eləyək. 59 üstə gəl 86, üstə gəl 21, üstə gəl 11. Yəni 177. Yəni 177-dən 151 çıxsam, cavabı 26. Deməli, x neçəymiş? 26. İndi mənə zaten x-i soruşurdu, gəncə ənd bakını. Lap buranı tapmaq istəsəm, 26 çıx 20 eləcək 60. Aydın müəllimlər. Kimsə sual varsa versin. Yaxşı, gəlin, maraqlısı sizə. Dəqiqə. Bunlar sizin cavabını görməyəsiniz. Bunu görün, siz tapa bilərsinizmi? Hələ mən izah vermədən. 4-cü sualım. Tapabildiniz mi Emre? Dəqiq bilmirəm. Görə hamı onu tapacaq. Burada ordu sanda yəni haqqı birləşməsini istəyir. Hamı 690 yazır. Gəl baxaq. Məndə şey bağlıdır, müəllim nədir o? Direkt bağlıdır, mən yazamadım. Bilin, problem deyil. Soru sualı yazın. ABC atıram belə, çünki zaten baxıram 3 də kəsişir. Nad elə üçün kəsişdiyi yerə 50 yazıram. Bax, üçün kəsişdiyi yer buradır. Bax, bu 50. Məndən bu dairə sizə neysə xatırladır. Görün kim tapacaq. Nəyə xatırladır bu dairələr sizə? Hamısının kəsişməsidir də mən? Yox. Ən birinci dərsdə belə bir şey keçmişdik. Yatı gəlir rəng modelləri. RGB rəng modeli CMYK var idi. RGB-də var. RGB. Sonra da onlarınla bir-birinə birləşməsi bizə rənglər verirdi. Məsələn, burada üçünün kəsişməsi bizə verirdi qara rəng. Belə bir cədvəl var, bunun önündə yazılır. Yoxsa, gözünü göstərim. RGB, CMYK. Baxın. O da element diaqramdan. Fikir verin. Gördünüz? Bax, həmin diaqramdır, bax bu. Göstərir sizə. Aha. Aha, bu olsun A. Bu B. Bu da C. İndi, mənə A-nı verib 250. B-ni verib 350. C-ni verib 250. A and B 70. A and B haradır? Bax, bunun hamısı. Mən indi A and
əlif B əlif C-ni tapıram birinci. Həmişə birinci bunu tapın. Neçədir? 50. Nağd bunu 50 yazır. İndi mənə deyir ki, A-la B-nin kəsməsi 50-dir. 70 üzr istəyirəm. Bax, bura 70-dirsə, mən bu hissəni tapa bilirəm. 70-dən 50-ni çıxsam, verəcək mənə 20. B əlif C 60-dır. B əlif C-nin kəsməsi bax, bura. 60-dır, 50 verəcək 10. A əlif C də, bax, bunlar getdi. A əlif C də 80-dir. Yəni, bura. 80-dən 50 çıxsam, verəcək 30. Getdi. Bu da gedir zaten. İndi, buranı tapa bilərəm. Çox rahat, bax, bu hissəni. A 250-dirsə, 250-dən çıxaram bu üçünün cəmini, yəni 80, 30, 50, 80, 20, 100. 250-dən 100 çıxsam verər 150-ni. Buranı tapa bilərəm. 20, 50, 70, onunla burada neçə 80, 350-dən 80 çıxanda verir bizə 270. Yine burada da 50, 10, 60, 30 bura 90. 250'den 90 çıxanda neçə edir? 140. So, mən indi A ol, B ol, C-ni istəyir. Zaten bunların arasını cəmləsəm cavabı tapıram. 150, üstə gəlir. 20, 160. Hay, neçə? 160, 160. Niyə ki? Neynədim mən? Hələyə baxın. 250'den 90 çıxanda. Hə, düzdür da, 160 edir. 160. Baxaq. 150, 20, 50, 30, 270, 10, 160. So, 690. 690 yazmışsınızsa, əhsən sizə. Yaxşı, bunu elə görüm, 5-i. Bunların hamısını elə bilirsəniz, əhsən sizə. Deməli, artıq tutmuşsunuz söylədim. 5-i yazın görüm. Müəllimə, neçə dediniz? Müəllimə deyib qaçdı. 210 Hə, 210. dedim. Burada A ilə B-nin kəsişməsiniz, A ilə B-nin, hə, bəli. Kəsişməsini istəyir. A əlif B əlif C varsa, deməli yenə 3 dənə dairəmiz var bizim. Bəli, 140-dır hamısını birləşdirən, kəsişməsi. Bunu götürək, ataq bura. Bu nəzərlə yoxdur. Bir dəqiqə. Deməli. Bu niyə buraya düşmür? Neysə. Hesablamadı müəllim, hesablamada düz yazmışamsa düz yazmışam. A, B, C. Digər müəllimlər tapmadılar ki, niyə səslər çıxmadı? Tapan olmuyor. A, B, C verir bizə. A 360, B 460, C 160. Aha, indi mənə deyir ki, A əlif B əlif C 140-dır. A əlif B-ni soruşur məndən. A əlif B, bax, buranı soruşur. Onun üçün mən buranı tapmalıyam, bu hissəni. Yazır orada. Bəli. Hə, bu hissəni tapmalıyam. Bu yəni məndə x-dir, buranı bilmirəm. İndi, B əlif C 170-dir. B əlif C 170-dirsə, 170-dən 140 çıxanda qalır 30. Sonra A əlif C 140-dır. O, A əlif C 140 olmaz oxu. Bu misalı səhv var ya. Yadıma düşdü. Elə burada yəni müəllim, biraz adam çaşdı, çünki... Bu misalı səhv var mənə, boş verin bu sualı. Elə bu mənə desəydiniz, mən deyərdim. Çünki 140-dan 140 0 qalır axı. Qiyməti yoxdur ki. Həm də müəllim 140 ilə 30, 170 eləyir, C ancaq 160. Düz deyirsiniz. Oradan çıxmaq da olmur, deyil, ay müəllim, çünki C-dən də çıxmaq olmur. Okey. Ona bunu yazın, 7-ni. 7 biraz fərqli tipdir. Onlara oxşuyur, amma bir azcıq fərqlidir. Yəni, baxaq görək. Deyir ki, A əlif B əlif C-ni tap. Bax, bura x-dir. Sonra A, B, C. A 360, B 460, C 380. A əlif B 160. A əlif B 160-dırsa, bax bu hissə... Mənim yedin eləyir deyə mənim. Mən heç eləyirəm. Başqa misal verin.
dəqiqə. Hə, mən qarışdırdım. Götürün bunu salım aşağı. Deyirəm beynimə 400 yazmışam, 460 Hə, olmaz. bax. Deməli, A NP-yə yenə kəsişmədir. Zaten bunu yoxdur da, bu niyə qalxmış yuxarı maraqlıdır? Bu x-dir. Okey. Bizdə A-dır, B-dir, C. A 300, B 400, C 300. İndi mənə deyir A NP 100. Məndən A NP-yə C-nisi bura. A NP 100-dürsə, bax bu A ilə B-nin kəsməsi haradır bura. İndi bura 100-dürsə, mən bu hissəni çox rahat tapa bilirəm. Harada tapa bilirəm? 100-dən çıxaram x-i. Mənə verər, həmin ədədir. Bax burada 100-dən x çıxsam, buranı tapmış olaram artıq. İndi axırda x-i tapacaq zaten. B NC 120-dir. Yəni bura bütövlükdə 120-dirsə, burada olacaq 120 çıx x. Üzr istəyirəm. Hədə 120 çıx, hədə düzdür. 120 çıx x. 120-dən bunu çıxsam, mənə buranı verəcək. A NC 110-dursa, 110-dan x çıxıram. Tapıram buranı. Sonra, baxa, mənə deyir, A or B or C 750. Bu hamısıdır yəni. Hamısı bir yerdə 750. İndi, bax, buraları da tapmalıyım, değil mi? X-i tapmaq üçün. İndi baxıram ki, məndə 300 var. Mən buranı tapmağım üçün nə edəcəm? 300-dən çıxacam, bu üçünün cəmini. Bax, buranı tapacam. Yəni, 300 çıxılsın, mötərizədə. 100 çıx x, üstə gəl x, üstə gəl 110 çıx x. X-lər getdi, oldu 300, deməli, çıxılsın, neçə? Bizə neçə verir bu? 100, üstə gəl 110, 210, üstə gəl x. Deməli, 300-dən 210 çıxanı bizə neçə verir? Verir 90. 90 plus x. Sizə belənsiniz müəllimlər. Bərdən nəsə mexanik səhv etmiş olaraq. Buranı 90 siz x almışsınız. Necə? Bəli, mənim 90 almışam. Okey. İndi davam edirəm, ikincisini tapıram. İkinci mən nədir? 400-dən çıxacam, bu üçün cəmini. 400 çıx, 100, bu neçə idi? 110, 100 idi, daha 100 çıx x, üstə gəl x, üstə gəl 120 çıx x bərabər 400. İndi yenə x-lər getdi, 100 üstə gəl 120, 220 çıx 220 üstə gəl x. Bu dedi neçə? 180 üstə gəl x. İndi buranı tapıram. Burada da 300-dən çıxacam bunları. Bir dənə silim. Aha. 300 çıxılsın. Deməli, 110 çıx x, üstə gəl x, üstə gəl 120 çıx x. Bərabər 300, x-lər getdi, 110 üstə gəl 120, elədi 220, çıx 220, üstə gəl x. Bərabər 80 üstə gəl x. Mənim 230 eləyər, orada 120-də 110. Mən nə yazmışam? 120, 110, 230, 220 yazmışam, halaldır mənə. Bu deyəcək 70. 70. Okey. İndi nə edirəm? Bunların hamısını toplayıram, bərabər edirəm 750-yə. Getdik. Bunları hamısını toplayıb 750-yə bərabər edəcəm. Düz biraz qarışıq görünür, amma 750-yə bərabər edəcəm. 90. Adam qarışdırır. Üstə gəl x, üstə gəl 100, çıx x, üstə gəl 180, üstə gəl x, üstə gəl bir dənə x, bax bu x budur. Üstə gəl 110, çıx x, üstə gəl 120, çıx x, üstə gəl 70 plus x. Bərabər nəyə? 750-yə. İndi, qara ilə işarələyəcəm, bu x-dən bu x getdi. Sonra, bu x-lə bu x getdi. Bu x-lə bu x getdi, bir dənə x-imiz qaldı düz. İndi, rəqəmləri edirəm. 90, üstə gəl 100,
üstə gəl 180, üstə gəl 110, üstə gəl 120, üstə gəl 70. Elədə 670. 670-dən 750 çıxıram, yəni tərsini eləcəm. Nəsə, eləcək 80. 750-dən 670 çıxanda 80. Cavab olur Y variantı. Aydın mənimlə. X bərabərdir 80. Gəlin buna baxaq, 8-ci suala. Deyir ki, aşağıdakı sorğuların nəticələrini artma ardıcıllığı ilə düzək. İndi, müəllimlər, biz hardan biləcəyik ki, hansının nəticəsi çox olacaq, hansının nəticəsi az olacaq? Biz bilirik ki, or çox olsa odur. hə, biz bilirik ki, Orxan mənə öyrətmişdi ki, and nə qədər çoxdursa, mütləq şərtlərimizin hamısı ödənməlidir. Şərtlərin hamısının ödənmə ehtimalı da hər zaman yadda saxlayın ki, ora nisbətən daha az olur. Deməli, ənddə kəsişdiririk, orada birləşdiririk. Ənddə nəticə oradan həmişə az olur. Düzdür, deyə bilərsiniz, müəllim, elə bir nəticə eləyərik ki, elə bir misal yazaq ki, orada daha çox olur, olar, problem deyil. Amma standart hala görə orun nəticəsi ənddə həmişə çox olur. Ona görə baxacağıq, hansında daha çox or varsa, ən çox o olacaq. Hansına daha çox ənd varsa, get-get aşağı düşəcək. İndi, burada baxıram ki, ən çox or olan 5-ci. Çünki burada 2 dənə or var. Sonra baxıram ki, yenə də nisbətən ən çox hansında or var? 1-də. Deyəcəksiniz, müəllim, bəs 4-də var burada. Baxın, burada ənd var. Kəsişmə ehtimalı var. Deməli, or ondan daha çox olacaq, tək or. Sonra artıq orla ənd olacaq. 4. İndi baxıram ki, bunda 2 dənə ənd var. Bunun kəsişmə ehtimalı daha aşağı, daha çox nəticəsi olması daha aşağı. Amma burada bir dənə ənd var. Demək olacaq 3. Sonra olacaq 2. 2, 3, 4, 1, 5. Yox, bizə nə deyir? Artma ardıcıllığı deyir. Mən tərsinə düzdüm. Artma deyirsə, tərsinə olacaq. 2, 3, 4, 1, 5. Aydın. Artma deyəndə azdan çoxu götürürük. Mən tərsinə düzdüm, çoxdan azdan düzmüşdüm. Son sualımıza baxaq. Bu maraqlıdır. Bunu eləyin görün. Beşə sual oldu. 220-dən 130-a çıxıb 90 alırıq. Yaxşı, necə tapdınız? Kim izah edir? Ortada, burada. Hə. Mən də eləyə bilərəm. Deyin görək. 3 dənəsini çəkirik, yenə dəftər, qələm, kitab. Aha, indi hamısını iç-içə çəkirəm, yoxsa? İç-içə çəkirəm. Hamısını. Xeyr, yan-yana Dəstər çəkirəm. Düzdür mənim. Qələmlə kitab kəsişmir. O zaman elə bir ki, gözlüyün buradan qəşəyini götürün bir dənə. Haradaydı? O da bu. Aha. Aha. İndi qələm kitabına kəsişmir. Yəni, məsəl üçün, bu qələmdirsə, bu mütləq kitabdır. Ortaya nə qaldı? Dəftər. İndi eyni yazsın mənim. Dəftər, ənd, kitab. Dəftərlə kitabın kəsişdiyi yerə 130 yazıram. Dəftər, ənd, kitab 130. Sonra? Sonra qələm, ənd, dəftər 120. Oraya da 120 yazıram birinci. Sonra? Sonra qələm 300-dürsə, 300-dən 120-ni çıxıram. Aha. Tam 180. 180. Sonra nə var? Dəftər. Dəftər var. 120, 130. 400-dən də çıxıram 120 ilə 130-un cəmini. 250-ni. Qalır 150. Sonra? Sonra kitab, ənd, not dəftəri tap. Yəni bu hissəni bu tərəfi tap deyir. Zaten orada bizə veribsə... Hə, bəli. 800-dən bunların hamısının cəmini çıxır. Gördü, getdi. 800 çıx 180 çıx 120 çıx 150 çıx 130. Eləyir 220. Aydındır? Yox. İndi gəlir öz misalımıza. Görsünüz, bu ayrıca... Mən 120 almışdım. Yəqin ki, o hesablamada səhv yazmışam. Olar. 52. İndi məncə artıq 52-ni özü çox rahat hesabsız. Düzdür?
Sağ olun müəllim. Maşallah müəllim. Yazın görək, görək tapasınız cavabı. 52-ni. Salam müəllim. Salam. Ola bilsin. Mən indi qoşuldum. Bəli, buyurun. Mən bunu keçən Ziba müəllimlərin də dərsinədir. Yarıdan qoşuldum. Düzü elə də bu cədvəli nəsə başa düşmürəm. Dedim bir dəfə birini izah eləyərdiniz. Yəni sonra gec qoşuldum. Əgər zəhmət deyilsə. Oturub izahına baxmalısınız. Mütləq şəkildə. Bunu mən ayrıca videosunu atacam qrupa. Yaxşı, eləyəcəm diaqramı. Baxıram, dərsin videosuna baxıram. Yox, ümid edirəm. Bir dənə göndərəcəm əlavə. Bununla göndərəcəm. Hər ikisinə mütləq baxın. Yaxşı, indi zaten testlər var. Dərsin axırına qədər birini izah edəcəm. Yaxşı. %150. Hamı tapsın görək. Bəli, mən də 750 tapdım. Mənim. 750. Əla, hamı 750 tapsın, onu izah eləmə. Deməli, başa düşürüz. Okey, indi deyim gəlsin. Bundan sonra məncə artıq bunları özünüz çox rahat formada yazacaqsınız. Bunlar da sizə tapşırıq qalsın. 53-dür, 54-dür. Hamısı eyni. Yəni, fərqli bir şey yoxdur burada. A and not B. Deyir, A-nı ver, içində B olmasın. Yəni, tək A-nı götürəcəksiniz. A-la B-nin kəsməsini götürməyəcəksiniz. 57 çox rahatdır. Bu da çox rahatdır. Mənim bu tip bunlardan Venn diaqramından düşürük qəbullar. Əlbəttə, 100%, 100%. Düşür. Bu da rahatdır. Bu da rahatdır. Buradan sonra varsa deyin, mən indi onları dedim. Başqa nə varsa deyin mənimlə. Sırf onları deyirəm ki, tapşırıq kimi verirəm. Onları tezdən işləyin. Sonra Mənim bir dənə axırda 69-a baxardıq da zəhmət olmasa 69-dan 70-ə. 69-70-ə qədər var mənimlə. 69. Özünüz eləyin görün. Yazın görək. Hamı 160 tapıb? 160. Necə yazmanlar? Deyin görün. Burada mənim alqaritmlə proqramın kəsməsi 231 deyil. Baxın, bax, 3 dənə diaqramımız var. Aha. İndi, algoritm and, program and computer. Bizdən buranı istəyir. Aha, sonra? Sonra algoritm and computer. Bu olsun algoritm, bu olsun program, bu olsun computer. Deyin gəlsin mənə.
danışa buyurun. bilmirəm. Tamam. Çat bölməsi də yoxdur, yaza bilmirəm ona. Yaxşı, kim izah eləyər müəllimlər? Hə? 160 alanlar. Müəllim, mən deyə bilərəm. Deyin. Bu X-in üzərindəki algoritmlə proqramın kəsişmə yerinə 231 minus X yazmışam. Aha. Bu biri tərəfdə algoritmlə kompüterin kəsişmə yerində, bu da X-in bu tərəfinə 349 minus X yazmışam. Aha. Ümumi belə götürmüşəm də təmini. X bərabər qoymuşam, yəni bu ortadakı X-dən bərabər qoymuşam. 420 bu hissədə olan ədədlərin cəmidir, hamısı. Baxın, yazıb ki, algoritm and program or computer. Algoritmi kəsişdir, proqramla kompüterin cəmi ilə. Dərs cəmi ilə. İndi 420 haraydı mənə? 420 bu ümumi cəhətdə bu necə deyim, proqramla kompüteri o birləşdiyi yer. Bax, görürsün, qara rənglə işarələyin. Görün, siz dediyiniz yerirəm. Bəli, 420 bunların hamısıdır. Buradır, düzdür? 420-dən bəli çıxmışam bu içəridə qalan rəqəmlərin cəmini. 420 çıx. Sıfır, 231 çıx x, üstə gəl x, üstə gəl 343 çıx x. Düzdür? 349. Tamam, 349. 420 çıxılsın. X-lər getdi, 231-in üstünə 349 yanında 0, 1 yadda, 7, 8, 5. 580, 580-dən 420 çıxanda 160. 160. Aha, düz, halal, əhsən. Deyil, artıq mənimlə başa düşdü. Burada algoritm and, program or computer nə deməkdir? Algoritmin, bax bu algoritmin, program or kompüterlə kəsişən hissəsi 420-dir. Yəni, program or kompüter nədir? Bunun hamısıdır da, düzdür? Bax, bunun hamısı bizə nəyi verir? Siz deyin. Yox, 420-ni vermir. Bax, qarışdırmayın. Program or kompüter 420 vermir. Algoritm and program or kompüter siz haram 420 verir? Bax, bu hissəni. Buranı bax. Bax, bu hissə. Bizə bu hissə algoritm and program or computer. Yəni program or kompüterin kəsişən hissə. Başa düşdünüz? Çünki bura kəsişmir axı bizdə. Algoritmlə kəsişmir. Program or kompüterin birləşməsinin algoritmlə kəsişən hissəsi ancaq haradır? Bax bura. Bax bura. Bu üçünün cəmini 420-dən çıxıran bu üçünün cəmini x-i tapır. Aydın müəllimlər, kimin sual varsa versin. Buna aid. Bax, belə də görəcəksiniz. Yəni, qeyri-adi fərqi yoxdur. Bax, yenə deyirəm. Algoritm and. Algoritm bunun dairənin hamısıdır. Bunun içindən deyir, çıxart nəyi? Proqramla kompüterin olan hissəsi, ortaq olan hissəsi. Proqramla kompüterin algoritmlə kəsişən hissəsi bax, buradır. Bu üçünü cəmləyirəm, 420-dən çıxan bu üçünü cəmli verir 160. Aydındır. Başqa nəsə var? Qaldı müəllimlər. Əla. Bu blok sxemlərdə qalır sizə evə. Bunların hamısı. Evdə eləyirsiniz. Başqa sualımız qalmaqsa, indi vaxtımız az qalır. Yeni dərs keçə bilməyəcəyik. Bizim növbəti dərsimiz. Deməli, müəllimlər, biz əsas hissəni bitirdik. Təbrik edirəm sizi. İndi gəlirik informatikanın mənim silabsına əlavə hissəsinə, ikinci hissəsinə. Deyim, hansı mövzularımız qalır bizim. Dəqiqə. Mənim kitabım haradadır burada. Mündərizət açın bir yana. Mündərizət. Aha. Deməli, əsas anlayışlar getdi. Biraz uzaqlaşdım. Əsas anlayış getdi. Say sistemi getdi. Sonra texnik təminat getdi. Algoritm getdi. Proqram təminat, əməliyyat, Windows, Word, Excel, Access, kompüter qərarı zaten iş bölmədə getmişdir. Kompüter şəbəkəsi, internet şəbəkəsi, Python. Bundan sonra qaldı Outlook, riyazi məntiq, qraflar, HTML, informasiya təhlükəsizliyi. Modelləşmə keçməmişik biz sizlə mənlər. Tamam o zaman. Gəlin onda bizim bir dənə ortada bölməmiz qalır. Düzdür, qəbula heç sual düşmür bundan artıq neçə il. Amma proqramda var deməz bu keçməliyəm.
PowerPoint. Gəlin bunun videosunu ataram mən sizə. Bizə nə video olsunuz da? Baxarsınız, testi də azdır. Testlərini edin ki, proqramda var deyə mən məcbur keçməliyəm sizə. Testlərini edin ki, gələnlərsə buna hamısı baxaq. Yaxşı? Belə, sualınız varsa buyurun mənimlə, yoxdursa yekunlaşdırın. Tamam, o zaman inşallah gələnlər görüşərik. Gecəniz xeyrə qalsın. Hələlik. Xeyrə görüşürüz. Sağ olun.